Fevral ayının 28-idir. Və bütün gecəni yağış yağıb. Bax, bu küçələr bu avırdadır. Görəsən, bu kabinetdə özlərində kreslolara bol qayğı ilə bəlkə də məmurlar nə var iş görəcəklər. Bax, bu cəmaata niyə bu qədər əziyyət verir? Gedib gəlməyə də yer yox. Bu ziyan verir bu yağışda. Bu atları niyə işləmir? Bu bələdiyyəni kim təyin edib buraya? Yəqin ki, bu təyinatda icra başçısı, Gerenboy rayon icra başçısı Məhərrəm Quruyan birbaşa məlumatı olmalıdır. Dəfələrlə səslənmişəm. O haqda bu küçələrin bərbad olmasını, bax, belədir vəziyyət. Yol heç yoxdur. Bütün gecələr, bax, bu mil hamısı gecə olandır. Bax, burada keçmək mümkün deyildir. İndi hələ su biraz toxubdur. Bax, bu küçələrə baxın. Bax, bir belə də şeyim olar, bu cəmaat hali ilə gəlsin, geçsin. Bunu niyə görən araşdırmırlar, niyə işləmirlər, niyə bunlar devlət nə deyim, abadlıq işlərinə ayrılan pulları hamısını mənimsəyirlər. Bu nə vaxta qədər belə olacaq görən, niyə eşitmirlər? Prezident də deyir ki, nə xəbər olsa, çatışmamazlıq olsa bizə xəbər verin. Xəbər verin, bizim xəbərimi görən nə var? Bunun hamısını örtbastır eləyir, hamısı o kabinetdə oturan məmurlar da örtbastır eləyir. Xahiş edirəm, prezidentdən, aidiyyatı qurumlardan bunu təşkil eləsinlər, təmizləsinlər, belə olmaz axı.